Paytaxtda çoxmərtəbəli yaşayış binasında lift sakinlərə kabus yaşadıb. 13-cü mərtəbədən sürətlə 5-ci mərtəbəyə düşən liftdə olanlardan bəziləri xəsarət alıb. Sakinlər deyir ki, bu ilk hadisə deyil. Lift sözün həqiqi mənasında təhlükəyə çevrilib. Məsul şəxslər isə problemlə maraqlanmır. Mövzunu əməkdaşımız Əkbər Əlizadə araşdırıb izləyək. Aşağıdan. Girər ora. Gördüyünüz bu liftdə ötən gün təhlükəli hal yaşanıb. Lift 13-cü mərtəbədən sürətlə 5-ci mərtəbəyə düşüb. Nəticədə liftdə olan sakinlər xəsarət alıb. Sakinlərin sözlərinə görə bu liftdə birinci hal deyil. Dəfələrlə liftdə nasazlıq yaranıb. Hətta qapısı açılmadığından saatlarla gözləməli olanlar da olub. Söhbət Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından gedir. Sakinlərin sözlərinə görə liftdə baş verən hadisələrlə bağlı binaya nəzarət edən şəxslərə dəfələrlə müraciət edilib. Sürətli bir hədlə lift bizi çırpdı möhkəm yerə. Lifti çırpanda qapı içəridən çölə tərəfdən, yəni bloka tərəf getdi. Qışqırışdı. Qonşular uğultuya gəldi ki, bəs qonşu kömək eləyə, kömək dedim, xahiş edirəm də liftyor çağırın. Məhlənin liftyoru yoxdur. Məhliyə baxan yoxdur. Bununla 3-cü hadisə keçən il çəkilişlərə qədər var. Əməliyyat olunanlar. 4-cü blokda beli, onurğası sınanlar. Ondan qabaqki yenə mən ailə üzvlərimlə bir də 1-ci blokda yıxılmışıq. Xanım ayağından əməliyyat olundu. Bu 3-cü dəfədir. Liftlərimiz çox bərbad gündədir bizim. Belə minəndə qorxa-qorxa minirsən, düşəndə qorxa-qorxa düşürsən. Çox pis bərbad gündədir bizim. Tez xarab oldu. Tez. Hal-hazırda bax indi düşürəm 1-ci liftlə, balaca liftlə. Balaca lift silkələnə gəlir. Neçə dəfə mənim uşağım bax bu vəziyyətə qalıb. Binanın komendantı isə bildirdi ki, lift xarab olmayıb. Sadəcə sakinlərin müdaxiləsi nəticəsində təhlükəli vəziyyət yaranıb. Komendantın cavabı isə sakinlərlə mübahisəyə səbəb oldu. Demək ki, hadisə adədən bir hadisədir. Yəni lift gəldiyi yerdə qapıya müdaxilə olunub, qapı kandarından. Kim müdaxilə edə bilər? Sən nə danışırsan sən? Nə müdaxilə? Mənim niyə? Ay işi kişisən ha? Ayıb da abırıvıdır. Gəl səninlə bura uzanmaqla liftin yerinə qapı sıxa bilər. Sən nə danışırsan sən? Ayıbdır sənə. Özbək yanaşan hərəkəti deyiləm. Deyirəm hər şey ola bilər. Gəl gedək mənlə 12-dən düşək aşağı, 12-dən düşək. Görüm sən o sürət hansı sürət nə? O zərbədən qopub qıraqlıqdır. Zərbədən qırılıbdır. Gəl yuxarı qalxıb. Lift spesialist biliyorsan ki sən. Sən ayıbdır, elə şey danışırsan. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır. Əkbər Əlizadə,